Hər birinizi salamlayıram. Bu günlərin Monqolların yürüşləridir. Eyni zamanda Elxanilər dövləti haqqında danışacağıq. İlk növbədə Monqolların yürüş ərəfəsində vəziyyətdən danışaq görək. Ölkədə vəziyyət nədir? Dedik ki, 1206-cı ildə Çingiz xan Monqol dövlətini yaratdı. Ondan sonra başladılar bunlar işğalçı yürüşlərə. Yürüş ərəfəsində ölkəmizdə vəziyyət nə cür idi? Yəni feodal pərakəndəlik dövrü idi. Ölkədə vəziyyət heç də ürəkaçan deyil idi. Məsələn, deyirik ki, nə idi? Sonuncu bu Atabəylər hökmdarı vardı. Özbək var idi ki, Özbək heç kim saya salmırdı. Eyni zamanda Şirvanşahlar dövləti yenidən müstəqilləşmişdi. Güştəbs idarə eləyirdi. Bundan başqa Marağada bir dəqiq şəri Marağada bəli Axsunqurlular nəslindən olan həm də o rəvadilər nəslindən olan Axsunqurlular idarə edirdi. Ümumiyyətcə ölkədə vəziyyət sabit deyil idi. Yəni feodal qarışıqlığı dövrü idi. Həmin vaxtda artıq biz çətin bir sınağın qarşısında qalıq Monqolların yürüşündə. Mövcud olan dövlətləri dedik. Monqolların birinci yürüşü neçənci ildə oldu? 1220 və 1222-ci illərdə Monqolların birinci yürüşü baş verir. Kimlərin başçılığı altındaydı? Cəbə və Subuta. Yəni bunlar sərkərdə idi, hökmdar deyildi. Cəbə və Subutayın başçılığı altında birinci yürüşlər olur, ilk yürüşlər. Xarakteri nə idi? Nəyə görə gəlmişlər bunlar? Dövlət qurmağa yox. Kəşfiyyat xarakterli idi. Yəni gəlib də deyirik də Monqollar işğal eləməmişdən əvvəl ora tacirlər və yaxud da nələrsə kəşfiyyat şəklində göndərirdilər ki, ölkənin vəziyyətini fikirləşərlər. Çünki onlar o qüdrətli dövlətlərə o qədər də girişmirdi. Əsasən onlara dağınıqlıq lazım idi ki, çünki Monqollar barbar bir xalq idi də, qırdı qaç. Onlara lazım idi ki, bax elə feodal dağınıqlıq olsun, gedib oranı talan eləsinlər. Ona görə də gəlirlər cənubdan daxil olurlar Azərbaycana, bax bu ərazidən. Çünki bunlar Mərkəzi Asiya tərəfdən gəlirlər. Bax bu ərazidən daxil olurlar Azərbaycana. Deyir ilk növbədə gəldilər hara? Zəncan, Ərdəbil və Sərab. Yəni bax bu əraziləri gəldilər Zəncan, Ərdəbil və Sərab. Buradan sonra bunların hücum istiqaməti haradır? Təbriz. Bəli, Təbrizə ilk yürüş olur. Gəlirlər bunlar Təbrizə, həmin vaxt Özbək neyinir? Görür ki, vəziyyət o deyil də, zaten bunu heç kim saymır. Əvvəlki dövlətində qüdrəti qalmayıb, ona görə də xərac verir. İlk dəfə, yəni bu Təbriz xərac birinci səfər. Çünki biz deyirik Monqolların birinci yürüş zamanı 3 dəfə xərac verir. İlk yürüş zamanı 3 dəfə xərac verir. Yəni bu birinci xərac verməkdir. 1220-ci ildə xərac verir. Sual verə bilərsən müəllim, niyə görə elə Təbrizi tutub o pişi xəzinəni ələ keçirsinlər də? Fikirləşirlər ki, tuta bilməyəcəklər. Niyə? Çünki Təbriz möhkəm qala divarları əhatə olunmuşdu. Ordu da həmin ərazidə idi. Ona görə deyirdilər ki, yəni özümüzü yormayaq da, bəlkə tuta bilmədik. Ona görə də onlardan xərac almaqla kifayətlənir. Ondan sonra gəlirlər hara? Muğana. Muğana nəyə gəlmişlər? Qışlamağa. Yəni Muğanda hava isti idi. Gəldilər orada qışlamağa. Həmin vaxtı xəbər gəlir ki, həmin bu Özbəklə 4-cü Georgi nə edir? Bunlara qarşı ittifaq qurur. Zaten bunların qurduğu ittifaqdan bir şey olası değildi. Amma bu xəbər gələndən sonra bunlar elə apar topar gedirlər hara? Gürcüstan istiqamət. Yəni buradan bax bu istiqamətdə gəlirlər. Gəlirlər bunlar ittifaq qura bilmir zaten. Özbəklə 4-cü Georgini ayrı-ayrılıqda məğlubiyyəti uğradır. Ondan sonra buradan əsəbləşir, deyir, bu nədir belə? Bunlar mənə xərac verir, bizə dəymə, mən o tərəfə gedən kimi mənim üzərimə gəldilər. Elə bax bu Tbilisdən də, yəni Gürcüstandan da 1221-ci ilin yazında hara qayıtdı? Bayağınca Təbriz xərac verdi. Bu heç Muğan, Gürcüstan, bəli Muğandan da Gürcüstana və ittifaq qurmaq istəyirdilər deyə. 1221-ci ilin yazında yenidən Təbrizə qayıtdı. İkinci səfər. Bəli, deyir ki, artıq Təbriz ikinci səfər neynədir? Xərac verməklə dağıntıdan xilas olur. Yəni trayektoriya belə gedir də. Gəldilər bura, buradan Muğana, Muğandan Gürcüstana, Gürcüstandan yenidən Təbrizə gəlirlər bu formada. İkinci səfər da xərac verməklə canını qurtardı Təbriz. Təbrizdən sonra nə etdilər? Marağıya hücum elədilər. Deyirik Marağa tutuldu və qarət olundu. Yəni bildiyiniz orada kişi cinsindən nə var idisə hamısını qılıncdan keçirmişlər Marağada. Marağada yəni müqavimət göstərdiklərinə görə. Bəli, Marağadan sonra yenidən Təbrizə qayıtdılar. Yəni Təbrizin başı bəlalı idi. Gəldilər Təbrizə, Təbrizdən Marağıya və Marağadan yenidən Təbrizə qayıtdılar. Deyirik Təbriz 3-cü səfər. Deməli 1, 2 və 3 qeyd eləmişik. Təbriz Monqolların birinci yürüşü zamanı 3 dəfə xərac verməklə dağıntıdan xilas oldu. Aha, Təbrizdən sonra hara gedir?
yazmışıq Ərdəbil 3 həmlə. Bəli, Təbrizdən qayıdırlar deyə bax bura. Ərdəbil ərazisinə. Gəlirlər Ərdəbillər deyirik bunların 2 həmləsinin qarşısını alsa da 3-cü həmlədə artıq tutulurlar. Hətta deyirik nə idi? Ərdəbildə kişi cinsindən bir nəfər də olsun qalmamışdı. Hamısını qılıçdan keçirmişdilər. Bundan sonra qayıdır hara? Ərdəbildən gedir Beyləqana. Bəli, deyirik ki, Beyləqanda Muğan ərazisindədir. Düzdür, Beyləqanlılar neynirlər? Orada müqavimət göstərməyinə baxmayaraq Beyləqanı da tuturlar. Beyləqandan gedirlər Gəncə ərazisinə. Gəlirlər Gəncəyə, görürlər Gəncə qala divarları yaxşıdır, Gəncə qapıları yaxşıdır. Burada çətinlik çəkəcəklər. Ona görə Gəncədən bir dəfə xərac almaqla kifayətlənirlər. Yəni dedik Təbrizdən 3 dəfə alırlar birinci yürüyüşü zamanı, Gəncədən də bir dəfə xərac alırlar. Ondan sonra Gəncədən sonra gedirlər Şirvana. Bəli, Şirvana hücum eləyirlər və deyirik Şirvan əhalisini edirlər, məhv eləyirlər. Bəli, ondan sonra artıq ölkəni tərk eləmək istəyirlər axı. Dərbənd hakiminə məlumat verirlər ki, gəl səndən sülh bağlayaq. Dərbənd hakimi də sevinir ki, bu cürə də bizim müttəfiqimiz olacaq. Bir 10 nəfər elçi göndərir. Elçi gəlir, elçilər gəlir bura, onlardan bir nəfəri öldürür, 9'una da deyir ki, bizi neyniyəsiz? Gizli yolla buradan çıxardasınız, yoxsa hər 10 dəqiqədən birinizi öldürəcəyik. Ona görə hiylə yolla deyirik ki, 1222-ci ildə artıq ölkəni tərk elədilər. Bunların yürüyüşü bizə nə qazandırdı? Heç nə. Çünki bunlar barbar idilər, köçəri bütpərəst idilər, gəldilər iqtisadiyyatımızı da tənəzzül uğratdılar, şəhər həyatımızı da, mədəniyyətimizi də, eyni zamanda bizim müdafiə qabiliyyətimizi də zəiflədilər. Zaten zəif idi, onlar da bir tərəfdən zəiflədi. Bunlar ölkədən çıxandan sonra bizim bir qaçağanımız var. Xarəzmşah Cəlaləddin Dehliyə gedir, sığınır. Monqollardan qaçır. Xəbər tutur ki, Monqollar buradan gedib, deyir elə gedim orada bir dövlət qurur. 1225-ci ildə gəlir, ilk növbədə Marağanı tutub bərpa edir. Niyə? Çünki bu da normal adam olmur zaten. Marağanı tutur, bir dəqiqə bunu işarə eləyək. Bəli, Marağanı tutur, bərpa edir Marağanı. Niyə? Əhalini öz tərəfinə çəkməkdir. Görsünlər ki, bu səxavətli adamdır, yaxşı adamdır. Da Monqollar gəldi, dağıtdı, getdi, bu da düzəldir. Bəli, ondan sonra deyirik ki, Təbrizə hücum edir və Təbrizlilər 7 gün mübarizə aparır. 7 gün. Amma nə oldu? Özbək də yox idi. Özbək də elə bunun kimi qaçağandır. Özbək də qaçır Gəncəyə, oradan gedir Əlincək arasında gizlənir. Cəlaləddin şəhər əyanları ilə gizli sazişə girir. Bəli, yürüyüşün nəticəsində deyirik ki, ələ keçirdi. Həmin Təbrizi ələ keçirir. Ondan sonra Gəncədir, Beyləqandır, Şəmkirdir, Bərdədir. Bunları ələ keçirir. Ümumi Xarəzmşah Cəlaləddinin yürüyüşünün nəticəsi nə olur? Deyirik ki, 1225-ci ildə Atabəylər dövlətinin süqutu uğradır. Eyni zamanda 1227-ci ildə Ağsunqurilər sülaləsinin süqutu uğradır. Eyni zamanda 1227-ci ildə Şirvanşahlar da 100.000 dinar xərac verməklə bunlardan asılılığı qəbul edir. Gəncəni iqamətgahına çevirir və Azərbaycan idarəsində vəziri şərəfsiz əl-mülkə tapşırır. O da başlayır Təbrizdə neynəməyə? Qeyri-qanuni vergilər yığma, bu da artıq üsyanlara səbəb olur. Eyni zamanda üsyanlar tək elə Təbrizdə deyil idi. Xoy, Mərəd, Naxçıvan bu ərazilərdə də yayılır ki, deyirik onun da ən yüksək səviyyəsi hardaydı? Gəncədə olan Usta Bəndər üsyanı 1231-ci ildə. Düzdür ki, Xarəzmşah Cəlaləddin bu Usta Bəndərin üsyanını yatırır, amma bu nəyə göstərirdi bizə? Bu Xarəzmşah Cəlaləddinin yaratdığı dövlət möhkəm əsaslara malik deyil idi. Ona görə də elə Monqolların ikinci yürüyüşü zamanı xəbər tutur ki, Monqollar gəlir, yenə də qoyub qaçdı. Monqolların ikinci yürüyüşündə qaçır Kiçik Asiya doğru. Deyirik Monqolların ikinci yürüyüşü neçənci ildə oldu? 1231-ci ildə. 1231. Bəli, bu yürüyüş zamanı artıq Monqollar gəlir, Marağada yenə də müqavimət göstərirlər. Marağanı dağıdır, eyni zamanda Təbrizi ələ keçirir. Artıq da Təbriz bunlara nə deyir onun? Xərac verə bilmirdi. Dövlət də yox idi. Vəziyyət pis idi. Şəmsəddin Tuğrayı da ölmüşdü. Gəldi hələ Təbrizi tutandan sonra oradakı sənətkarlar da göndərdilər hara? Paytaxt Qaraqoruma. Deyirik tutur. Tutandan sonra gəldi 1235-ci ildə 4 il sonra Gəncəni ələ keçirir və Gəncəni xarabalığa çevirirlər. O qədər dağıdırlar ki, Gəncə 4 il nə olur? Xarab olur.
Ondan sonra da digər o şimalda olan ərazilərdir. Bərdə, Beyləqan, Şabran, Şamaxı, Bakı, Şəmkir bu ərazilər ələ keçirilir və nəhayətində 1239-cu ildə Dərbəndin ələ keçirilməsi ilə deyirik ki, Azərbaycanın işğalı başa çatdırıldı. Kim gəlmişdi buranı işğal eləməyə? Çormoğon Noyon. Məqsəd nə idi? Əvvəlki yürüşlərində məqsəd dedik nədir? Kəşfiyyat xarakterli də kəşfiyyata gəlmişdilər. Amma artıq indi möhkəmlənməyə gəlmişlər və möhkəmləndilər də. Deyirik ki, artıq 1239-cu ildən 1239-dan nə qədərə kimi? 1256-cı ilə kimi. 56-cı ilə kimi Azərbaycan olduğu Ali Monqol xaqanlığının tərkibində. Vəziyyət nə idi? Deyirik, həmin vaxt Azərbaycanı Arğun ağa idarə edirdi və yerli feodallar da öz malikanələrini idarə eləməkdən ötürü Ali Monqol xaqanlarından yarlı qalırdılar. İkinci yürüşdə bitdi. İndi biz danışaq 3-cü yürüş haqqında. Deyirik ki, 1256-cı ildə Monqolların 3-cü yürüşü baş verdi. Yaxşı, bəs 3-cü yürüşdə məqsəd nə idi? Heç nə, zaten buranı ələ keçirmişdilər də. Müəyyən hakimlər var ki, hələ də itaət göstərmir. Yəni deyir, müstəqil hakimləri itaətə gətirmək üçün eyni zamanda yeni ərazilər ələ keçirməkdən ötürü gəldilər bura. 1256-cı ildə Azərbaycanı yenidən ələ keçirirlər və eyni zamanda 1258-ci ildə Bağdadı tutub Abbasilər sülaləsini süquta uğradıb xəzinəsində ələ keçirirlər. Yəni bu Hülakü xan ərəblərə qarşı çox şey olur da, sərt olur, onları xoşlamırdı. 1258-ci ildə 1258, bəli, 1258-ci ildə artıq Hülakülər dövləti yaradılır. Elxanilər dövləti də deyirik. Hülakü xan Nəsrəddin Tusi. Bəli, deyirik Nəsrəddin Tusi Hülakü xanın məsləhətçisi olubdu. Abaqa xanın da vəziri olmuşdu. Paytaxtları hansı şəhərlər olmuşdu? Paytaxtlar olmuşdu Marağa, Marağadır, Təbrizdir, nöqtə ilə işarələrini qoyuram. Sultaniyyədir və yenidən Təbriz şəhərləri olmuşdu. Bəli, deyirik ki, paytaxtları demək oldu Marağa, Təbriz, Sultaniyyə və Təbriz şəhərləri. Bu bunun paytaxtları idi. Yaylağı, qışlağı. Bəli, bunların yaylağı Qarabağ idi, qışlağı da Aran ərazisi və yaxud da elə Muğan ərazisi də deyə bilərik. Bax, bu Hülakü xan köçəri feodallara əsaslanırdı, yəni arxalanırdı. Köçəri feodallar arxalanırdı, yerli əhalini, yerli feodalları istismar eləyirdi, sıxışdırırdı. Və o neynədir? Elə bunun sayəsində də mərkəzləşmiş dövlət yaratdı. Deyirik ki, yerli əhalini, yerli feodalları sıxışdırıldı, onların iqtisadi güclərini sarsıtdı və mərkəzləşdirilmiş dövlət yaratdı. Hətta Azərbaycan ərazisində Monqol hərbi dəstələri də məskunlaşdırıldı. Məqsəd nə idi? Şimal sərhədlərini möhkəmləndirmək və bu Qızıl Ordudan olan hücumların qarşısını almaqdan ötürü. Elə Qızıl Ordu demişkən, Qızıl Ordu ilə münasibətlər. Bəli də dedik ki, axı əsas məsələ başqa idi. Bunların məqsədi nə idi? Deyirlər ki, nə bilim bu ticarət yolları ələ keçirilsin, münbit torpaqlar ələ keçirilsin, amma bəhanələr də var idi. Deyirlər ki, Çingizxan 4 ulusa bölübdü. Bu ərazilər bizə düşməlidir. Niyə siz burada 5-ci ulus yaratmısınız? Yəni o bəhanə ilə bəli müharibələr aparıb 100 ilə qədər Qızıl Ordu ilə Hülakülər arasında. Deyirik ki, öləndən sonra, Hülakü xan öləndən sonra artıq hakimiyyət uğrunda mübarizə başlayır, ölkədə vəziyyət pisləşir. Nəhayətində 1295-ci ildə 1295-də nə oldu? Qarabağda padşah elan olunur Qazan xan. Qazan xan gələndən sonra başlayır islahatlar keçirməyə. Amma bundan əvvəl onu deyim ki, Qazan xanın Hülakü xandan bir dənə fərqli xüsusiyyəti var. Dedik, Hülakü xan neyinirdi? Köçəri Monqol əyanlarını arxalanıb yerli feodalları, yerli əhalini sıxışdırırdı. Amma Qazan xan yerli əhaliyə, yerli feodallara arxalanıb köçəri Monqol əyanlarını sıxışdırmağa başladı. Yəni bu Qazan xanın Elxanidən Hülakü xandan əsas fərqi idi. Yaxşı, yazmışıq bura islahat keçirməkdən məqsədi. Niyə islahatlar keçir? Çünki ölkə pis vəziyyətdə idi. Mərkəzi hakimiyyəti möhkəmləndirmək istəyirdi, iqtisadiyyatı gücləndirmək istəyirdi. Eyni zamanda vergi yığılmasında qayda-qanun yaratmaq məqsədli islahat keçirdi və bu islahatın keçirilməsində də Fəzlullah Rəşidəddin var idi. Tarixçi idi, həkim idi. Buna yaxından kömək eləmişdi. İslahatlarının nəticələri nə cür olur? İqtisadiyyatda canlanma baş verir, mərkəzi hakimiyyət güclənir, əhalinin vəziyyətdə düzəldi. Yaxşı, gəlin görək Qazan xanın hansı islahatları var? Deyirik ki, Qazan xanın torpaq islahatı. Neynədir torpaq islahatına əsasən? Deyirik ki, kim ki, yazmışıq torpaq islahatı
İqta təhkimli kəndli. Bəli, dedi ki, ancaq hərbi xidmət göstərənlər İqta torpağı əldə eləyə bilər. Yəni sən hərbi xidmət göstərsən, İqta torpağı verdik sənə. Sən öləndən sonra sənin övladın yolunu davam elətdirəcəksə, ona da veriləcək. Yox, əgər davam elətdirmirsə, yolunu davam elətdirən başqa birinə həmin o İqta veriləcək. Bundan başqa İqtalar hardan verirlər? İncu, Divan, Bayraq kimi torpaqlar hesabına İqtalar payı alınırdı. Deyirdi, İqta ilə birlikdə orada olan suvarma sistemidir, orada yaşayan kəndlilər də İqtadara verilir. Yəni bununla da nə yarandı artıq? Deyirik ki, təhkimli kəndli. Çünki 1303-cü ildə Qazan xan da fərman verir ki, kəndlilər öz yaşadığı yeri tərk eləyə bilməz. Bu da bizə yad idi də. Çünki biz dedik axı bizdə təhkimli kəndli olmayıb. Ona görə də 1303-cü ildə o fərmanı verir, 1 il 1304-cü ilə kimi Azərbaycanda təhkimli kəndli olur. Təhkimli kəndli haqqında da biz əvvəllər sizlə danışmışıq. Dedik ki, həmin bu İqta nə idi? Bu satıla bilməzdi, kiməsə verilə bilməzdi, bağışlana bilməzdi. Eyni zamanda Monqollar gəldi, yeni torpaq mülkiyyət formaları da gəldi. İncu və Bayrat yazmışıq. İncu və Bayrat. İncu nə idi? İncu bildiyiniz də xan nəslinə mənsub olan torpaqlar idi. Yəni İlxani hökmdarlarının torpaqlarıdır. Bayraq da ki, istifadəsiz qalmış torpaqları idi. Monqol feodallarının himayəsinə keçirdi. Qazan xan da neynədi? Onlar əhaliyə payladı və İqta kimi müəyyən hərbiçilərə verdi. Yaxşı, Qazan xanın vergi islahatından danışaq. Görək nədir? Deyirik ki, vergi islahatı kəskin mübarizə şəraitində keçdi. Niyə? Çünki məmurlara sərf eləmirdi axı. İstədiyi kimi vergilər yığırdılar, istədiyi kimi vergilər qoyurdular, amma artıq bunun o vergi islahatı onların qarşısını aldığına görə əyanlara sərf eləmədiyinə görə deyir ki, kəskin mübarizə şəraitində keçdi. Vergilərin növüdür, miqdarıdır, toplanma qaydasıdır. Onlar hamısında qayda qanun yaradıldı, vergi verənlərin siyahısı tutuldu, ödəyəcəyi vaxtlar lövhələrə yazıldı, hamıya göstərildi ki, artıq kimsə kimsə allada bilmirdi. Eyni zamanda qeyri-qanuni vergilərin toplanması qadağan olundu. Daha sonra dedi ki, əyalət hakimləri vergi toplaya bilməz. Vergini kim toplayacaq birbaşa? Mərkəzi divan. Yəni olacaq bütün qanunsuzluqların vergidə qarşısını almağa yönəltmişdi bu islahatı. Bunlar da gələndə yenə də yeni vergi növləri gəldi. Məsələn, tamğa var idi, bacı var idi. Tamğa nə idi? Deyirik ki, şəhər sərhədkarlarından pulla alınırdı. Bacı nə idi? Tacirlərdən alınırdı. Və qopçur var idi ki, bu da nəyə xatırladır bizə? Cizyəni, geciti, yəni can vergisi idi. Əvvəllər köçəl maldarlardan alırdılar, sonradan can vergisinə çevrilir. Amma deyirik nə baş verdi sonda? Dini islahatlar nəticəsində aradan qalxdı Qazan xanın dini islahatı nəticəsində. Qazan xanın məhkəmə islahatı var. Görək bu necə oldu? Məhkəmə islahatında məqsəd nə idi? Yazmışıq ki, yarımçıq qaldı. Bəli, məhkəmə islahatı yarımçıq qalır. Nə idi burada məqsəd? Deyirdi ki, qanunsuzluqların qarşısını almaq idi. Zaten bütün islahatların da məqsədi bunun qanunsuzluqların qarşısını almaq idi. Dedi ki, vəzifəyə, yəni bu hakim vəzifəsinə, məhkəmənin başına düzgün, layiqli din xadimləri gətirmək lazımdır. Eyni zamanda 30 ili keçmiş iddia sənədləri öz qüvvəsini itirirdi. Bu kimi şeylərdə qayda qanun yaratdı, lakin öldüyünə görə yarımçıq qalır, tam həyata keçirə bilmir. Dini islahatı, bəli, dini islahat keçirdi. Dedi axı bu hülaküdən fərqli olaraq yerli əhaliyə, yerli feodallara arxalanırdı. Yerli feodallarda nə idi? Əhali nə idi? Müsəlman idik biz də həmin dövrdə. Və müsəlmanlara da xoş getmirdi axı bizim başımızda oturan bütpərəst olsun. Əhalinin öz yanına çəkməkdən ötürü İslam dinini qəbul edir və Mahmud adını götürür. Həmin bax bu Qazan xan. Bəli. Sonra rabitə islahatı keçirib, bəli, deyir 2 il ərzində həyata keçirilmişdi rabitə islahatı. Nə oldu? Ölkədə vahid rabitə sistemi yaradıldı. Yazmışıq bura 3 fərsəxdən bir yamlar düzəldildi. Nədir bu? Əsas yollarda deyir hər 20-21 kilometrdən bir rabitə dayanacaqları. Məsələn, biri var bir adam 300 kilometr yolu atla gedib nə hansısa bir məlumatı çatdırıb gəlir. Bir də var 20 kilometr gəlir, dayanır. 20 kilometrdən sonra olan başqa bir atlıya verir məlumatı, o aparıb çatdırır. Yəni işi daha rahat eləməkdə ötürür. Çünki insan 20 kilometr atla gedəndən sonra zaten yorulur. Həmin o yorğunluğun qarşısını almaqdan ötürü deyək ki, 3 fərsəxdən bir yamlar, yəni rabitə dayanacaqları quruldu. Eyni zamanda nə dedi? Dedi ki, bu elçilərdir, həmin bu yam işçilərdir, əhalinin evində qala bilməzlər, xüsusi kərvansaralar. Yəni bildiyiniz bu da otellər tikildi, kərvansaralar tikildi ki, kimsə evində gedib kimsə narahat eləməsinlər.
karvansaralarda qalsınlar. Eyni zamanda əhalidən pul almasının qarşısını aldı. Məsələn, gətirib hansısa bir məktubu, məlumatı verəndə əhalidən pul alırdılarsa, onların qarşısı alınır. Ticarət islahatı keçirdi. Bəli, deyirik ki, neyinir? Vahid pul sistemi yaratdı. Eyni zamanda vahid ölçü, çəki sistemi yaratdı. Bundan başqa neyinir? Ticarət yollarında, bazarlarda gömrük toplanmasının da azaldır. Nə deyirlər ona? Qiymətini azaltdı toplanmasında və yaxud da digər şeylərdə müəyyən islahatlar keçirdi. Bu öləndən sonra bunun oğlu gəldi Məhəmməd Olcaytu. Neyini deyir Məhəmməd Olcaytu? Mərkəzi hakimiyyəti daha da gücləndirir və Qazanxan islahatlarını davam elətdirir. Amma Məhəmməd Olcaytu öləndən sonra artıq nə baş verdi? Deyir ki, daxili çəkişmələr başlayır. Az yaşlı Əbu Səid gəldi. Əbu Səid deyil, bu Məhəmməd Olcaytunun oğluydu. 1316-1335-ci illərdə hakimiyyətdə olur. Az yaşlı olduğuna görə nə baş verir? Deyir ki, Əmir Çoban adında bir şəxs hakimiyyət aldığı o idarə edir. Əmir Çobanın dövründə 1318-ci ildə Xorasan qiyamı oldu ki, Xorasan qiyamını yatırdı. Eyni zamanda Qızıl Ordu 1318-ci ildə hücum eləmişdi. Onların qarşısını aldı. Hətta 1319-cu ildə özü də alır da onun qarşısını. Əbu Səid 1319-cu ildə bəli, Gürcüstandan Naxçıvanda bu ərazilərdə qiyamlar baş verəndə həmin qiyamları yatırır və ona Bahadır ləqəbi verilir. Amma nağardı? Əmir Çoban götdü öz qızını verdi Əbu Səidə ki, öz mövqeyini möhkəmləndirsin. Əbu Səid də biraz böyüyəndən sonra götürdü 1328-ci ildə Əmir Çobanı və onun oğlanlarını edam elətdirdi. 1335-ci ildə Əbu Səid özü də ölür. Əbu Səid öləndən sonra hətta onu da deyim ki, yadımdan çıxmamış, 1335-ci ildə Özbək xan da hücum eləmişdi, Qızıl Ordu hökmdarı. Onun da qarşısını həmin Əbu Səid alır. Və 1335-ci ildə Əbu Səid öləndən sonra hakimiyyətə yenidən Çobanilər gəlir. Çünki 3 dənə sülalə var idi, mübarizə apardı hakimiyyət almaq üçün. Cəlalilər idi, Çobanilər idi, bir də Şirvanşahlar idi. Çobanilərdən bəli, Əmir Çobanın nəvəsi var idi, Şeyx Həsən. O deyir ki, qalib gəlir və başlayır Hülakülərin adından dövləti idarə eləməyə. Məsələn, Əbu Səidin bacısı vardı, Satibəy xatun. Onu çıxardır hakimiyyətə, özünü də əmir elan edir, onun adından dövlət idarə elədi. Ondan sonra 1344-cü ildə Məlik Əşrəf gəlir hakimiyyətə. Həmin o şeyin qardaşı, Şeyx Həsənin qardaşı. O da başlayır əhalini, xalqı incitməyə. Amma biz belə bir sual ola bilər də, deyirik ki, Hülakülər, Çobanilərdən danışırıq, amma Hülakü dövləti deyirik. Çünki bunlar Hülakülərin adından istifadə edirlər. Məsələn, müəyyən öz adlarına xütbə oxutulmamışdılar, pul kəsdirməmişdilər. Bütün fərmanlar Hülakü hökmdarlarının adından verilirdi. Amma faktik olaraq bunlar idarə edirdi. Xalqı bunlar soyub talayırdı. 1344-cü ildə Məlik Əşrəf gəlir hakimiyyətə. Deyirik, nə oldu? Məlik Əşrəf gələndən sonra Təbrizdə buna qarşı üsyan baş verir. Üsyanı yatırır və başlayır xalqı qarət eləməyə, xalqı incitməyə. Xalq da bezir Çobani zülmündən. Kimi çağırırlar? Cani bəy dəvət edirlər. 1357-ci ildə Cani bəy gəlir, həmin Məlik Əşrəfi edam elətdirir, Çobani ağalığına son qoyur və öz oğlunu da bura təyin edir. Ümumiyyətlə, Hülakülər dövlətini də elə süquta uğradır Cani bəy. Öz oğlu Bərdi bəy də Təbrizə qoyub qayıdır. Qayıdandan 2 ay sonra özü də ölür. Bərdi bəy də ölkəni tərk edir. Yəni bir növ 357-ci ildə Hülakülər dövləti nə elədi? Süqut elədi.